sizə %100 əminliklə deyirəm ki, və bu müayinələr sırasında o zaman əməliyyat göstərişi yaranır. Əgər uşağınızda utancaq xaya kimi bir durum varsa, xüsusilə yeniyetmə dövrünə doğru gələn. Hər vaxtınız xeyir YouTube kanal izləyicilərimiz. YouTube kanalında uşaqların uroloji problemlərindən danışmağa davam edirik və başqa bir problem, yəni xaya ilə bağlı verilən bir suala cavablandıracağam. Həkim, uşağımın xayası daim yerində olub, çox yaxşı pediatr həkim, bir neçə həkim təqib edibdir. Hər zaman dəqiq şəkildə yoxlayıblar uşağı, hətta UZI-də elətdirmişik. Xaya həmişə yerində olub. Təqribən son 1 il içərisində xaya müayinəsinə aparmamışıq və ya baxılmayıb, amma bir uroloq baxdı və uşağımızın xayasının yerində olmadığını söylədi. Bu haqda məlumat vermək istəyirəm. Belə bir şey ola bilərmi? Təbii ki, əvvəllər bu fikirlərə fərqli yanaşılırdı ki, yəqin ki, gözdən qaçıb, yəqin ki, həkiminiz düzgün müayinə etməyib. Amma sizə %100 əminliklə deyirəm ki, artıq bizim kitablarımıza, guideline-larımıza əlavə olunan məlumatdır ki, bu ascendant testis dediyimiz, yəni sonradan yuxarı qalxan xaya dediyimiz bir problem var. Yəni daha çox utancaq xaya kimi bilinən, yəni retraktil xaya kimi bilinən problemlərin bəzi kitablar 10-15, bəzi kitablar 30% yazır ki, yəni təqribən utancaq xayaların 10-undan birində və ya ikisində bu hal baş verə bilər. Biz zaten o retraktil dediyimiz utancaq xaya olan qrubu 6 ayda bir əl müayinəsi üçün çağırırıq. Və bu müayinələr sırasında xaya həcmində kiçilmə və xayanın yuxarıya doğru çəkildiyini görsək, o zaman əməliyyat göstərişi yaranır. Artıq bu utancaq xaya qrubundan çıxmış olur. Digər bir səbəb isə xaya heç utancaq xaya deyil, tam yerindədir. Uşaq orqanizmi böyüdüyü zaman qasıq kanalının bəlli ölçüsü var. Bu tam kitabdan verdiyim məlumatdır ki, qasıq kanalı ölçüsü sabit böyüyür, amma toxumdaşçı kanal və damarın ölçüsü sabit qalır. Belə olduğu zaman fiziki qaydalara görə toxumdaşçı kanal və damar uzanmadığına görə, kanal uzandığına görə olduğu yerdə qalan xaya yuxarıda qalmış olur. Və bunlar da ascendant testis, yəni sonradan yuxarı qalxmış xaya qrubuna girir. Ona görə nə olursa olsun, əgər uşağınızda utancaq xaya kimi bir durum varsa, 6 ayda bir müayinə şərtdir. İkinci məsələ isə xüsusilə yeniyetmə dövrünə doğru gələn, yəni tərinin qoxusu dəyişən, artıq səsi, xarakteri dəyişən, qasıq nahisi tüklənən bir oğlan uşağıdırsa, yəni yeniyetmə dövrünə doğru qədəm qoyursa, mütləq şəkildə bir uroloji müayinədən keçməyini tövsiyə edirəm. Sonda qeyd etmək istərdim ki, xahiş edirəm YouTube kanalımıza abunə olasınız və daim sizə bildirimlər gələcək. Oradan YouTube kanalımızdan videolarımızı daim izləyib öz şərhlərinizi bildirə bilərsiniz və çalışacağam ki, bütün şərhlərinizə vaxtı-vaxtında cavab verim. Təşəkkürlər.